Sabahınız xeyir olsun, hörmətli izləyicilər. Oktyabr ayının 4-də Ordubat rayonunun TV kəndindən sizləri salamlayıram. Səhər-səhər üfüqdən boylanan günəş TV kəndinin hələ al-nuruna tam boyamayıb. Hansı cəviz ağaçları biraz yüksəkdir, onların zirvəsi aydınlanıb. Onların kölgəsində qalan ağaçlar həsrət qalıblar günəş işığına. Hələ çiçəkdə ağaçların vəziyyəti yaxşıdır, yaşıldılar. Dünən nə qədər külək əssə də çox cəviz tökə bilməyib. Hərdən bir tərəfli əsdi, qarma qarışıq olsaydı küləyin hərəkəti bəlkə də nə qədər işimizi təxirə salmışdı. Bugün həm də Məmməd Arazın doğum günüdür. 1933-cü ildə Şahbuz rayonunun Nursu kəndində doğulub. Onu da hörmətlə yad eləyik. Mahmud Kaşqarinin Divan-ı Lüğəti türk əsərinə istinad eləsək, TV kəndi, TV sözü dəvə boynu deməkdir. Məmməd Arazın da bir şeiri var. 1970-ci ildə Turşu da yazıb bunu. Çoxları da deyir ki, Əli çayına gedib, orada dəvə boynu deyilən bir yer var. Oraya yazıb, ancaq yanlış məlumatdır. Məmməd Araz şeirində belə deyir. Ey dəvə yal, düşdüm daha belindən. Ovsar, cığır, çıxdın daha əlimdən. Balam çiçək, bir də öpüm telindən. Salamat qal, salamat. Yıldırımlar, qayaların pələngi, baslanacaq sənsiz dəmir üzəngim. Ya qismət, aşəl aləm, acəngim. Salamat qal, salamat. Duz axtaran körpə cüyür balası, qayalara yeni cığır salası. Qayaların susaqlayan çalası, salamat qal, salamat. Şeirin bir bəndiz olmalıydı, xatırlaya bilmirəm. Uzaqda Cənubi Azərbaycan görsənir, tikillər görsənir orada, Culfa şəhəri, onun ətraf kətləri. Yaxınlıqdakı yaşıllıq Biləv kəndidir. Biləv kəndinin aşağı hissəsidir. Bəlkə məktəb binası görünən. Əvvəldən də məktəb orada olmuşdu, sonradan yeni tikili var. Ancaq kəndin özü Farağa çayının sahili ilə həm quzeydə, həm də güneydə təpələrin arxası ilə dağların qoyuna tərəf uzanır. Bugün havanın hərarəti 8 dərəcədir. Gündüz 15-17 proqnozlaşdırırlar. Yavaş-yavaş havalar sərinləyir. Bəlkə də ağaçlar yarpaqlarına görə töhmürlər ki, hələ günəşdən yetərin qədər enerji alırlar, havada isti. Nə qədər imkan var, yaşıl donla yaşamaq istəyirlər. Keçən il yaşıl donun sarı dondan əvəz eləmişdi kəndimiz. Soyuqlar tədricən gəlmişdi, ağaçların əksəriyyəti yarpaqların saraldıb,
saxlamışdılar budaqlarında, tökülməmişdi. Möhtəşəm bir mənzərə var idi. Bu ilki görüntü daha rəngarəngdir. Sarı, yaşıl, qəhvəyi, qızılı, sarı, açıq sarı. Təbiətdə rast gəlinən bütün rənglər TV kəndində var bugün. Xoruzlar bir-birini səsləyirlər. Dağ məhləsində hansısa həyətdə xəzəl yandırıblar. Tüstüsü qalxıb şimal istiqamətində gedir. Hələ ağaçların yarpaqları tökülməyib, o məhəllədə yayda su olmayıb, ağaçları suvaranmayıblar. Ona görə yarpaqlar tökülüb. Yaza iş saxlamaq istəməyənlər də indidən eşikləri salmaq üçün yarpaqları süpürüb yandırırlar. Əgər payız uzun sürsə, qar tez gəlməsə, çox həyətdə tonqallar yanacaq, tüstü qalxacaq. Aran kətlərində xəzəli həyətin bir tərəfinə toplayırlar. Heç kim yandırmır payızdan. Yaz qabağı şaxta olanda hamıya xəbər eləyirlər, hamı tonqalları yandırır. Havanı nisbətən istidir və ocağın tüstüsü də imkan vermir ki, ağaçların üstünə qrov qonsun. Ona görə çiçəkləri qoruyurlar ki, ağaçların bar gözləri soyuqdan tələf olmasın. Ətrafa da nəzər yetirirəm. Bu il canavarlar nə qədər mal tələf edib. Son zamanlar kəndin həndəvərinə də gəlirlər. Danalı inəkli 5-6 dənəsini bizim məhəllədən tutub tələf edib. 10 gün bundan əvvəl Qaradaşda Eldargilin danasını öldürmüşdü. Biraz əvvəl Demi deyilən ərazidə Fərzinin danasını yedi. Çölləmə mal saxlayanların axırına da çox ziyan vurublar. Bir canavar olsa yalquzaq qoyun sürüsünə girər, bir keçidən qoyundan oğurlayar. İnəyə təpilirsə canavar, deməli çoxdur. 3-dür, 5-dir, 7-sin, 8-in bir yerdə görənlər var. Salamat qalın, hörmətli izləyicilər. Məmməd Arazın son kuplesindən 2 misra da yazma düşdü. Məni gəzir, məndən qaçan ürgəyim. Salamat qal bu dağlarda ürəyim. Salamat qal, salamat, salamat qal.